Salam dostlar, vaxtınız xeyir olsun. Deməli, 2 gün bundan əvvəl 2 türk xanımla, bir də bizim Azərbaycanlı xanımla seans etdim mən. Əşcins münasibət sıxıntıları yaşayırlar davamlı və əşcins münasibətinin içinə girə bilmirlər. Yəni davamlı olaraq bu problemi yaşayırlar, sıxıntını. Hər üçündə də şuurlarının altında atalarından başqa heç bir kişi ilə sevgi alış-verişi etməmələri və könül bağı qurmamaları lazım olduğuna inandıqlarından irəli gələrək şuurlarının altında bu proses getdiyi üçün əks-cins münasibətinə girə bilmirlər. Ya da belə bir xanımlar cəhd etsələr belə əks-cins münasibətinə girməyə kişinin sevgisini ala bilməzlər. Kişini özlərindən uzaq tutarlar. Bəlli bir vəziyyətlər yaranar. O şəkildə uzaq qalar. Kişinin sevgisini ala bilməz əks-cins münasibətinə girdiyi zaman. Bu əlbəttə ki, şuurun altında gedən prosesdir. Bunu şuurlu hissədə hiss etməyə bilər o insan. Lakin bu şuurun dərin qatlarında getdiyinə görə və bunun həll olunması üçün də şuurun dərin qatlarında müəyyən proseslər, işlər görmək lazımdır. Əlbəttə biz onu dəyişdirdik. Bundan sonra xanımların üçünün də əks-cins münasibət sıxıntıları qalmayacaq artıq. İndi bu əks-cins münasibət sıxıntılarının bir hissəsi idi, bir vəziyyəti idi. Bunlar başqa cürlər, başqa formalarda da ola bilir. Bunu mən əvvəlki videolarımda da yayınlamışdım. Əks-cins münasibətlərinin təməlində dostlar sevgi anlayışı yatar. Şuurun altındakı sevgi anlayışı yatar. Məhz o sevgi anlayışı əks-cins münasibətlərini formalaşdırar. Əgər şuurun altında sevgidən qaç komandası varsa, o insan sevgi münasibətinə, əks-cins münasibətinə girə bilməz. Girsə belə orada alış-veriş olmaz, sevgi alış-verisi olmaz və doyumsuzluq yaşanar. Bu kişilər üçün də keçərlidir dostlar. Bunu bilməyinizdə fayda vardır və bunun üçün şuurun altında işlər görülməlidir ki, bu proseslər dəyişsin. Yoxsa dəyişmir, həmin insan davamlı olaraq təkrar ona bənzər senarili vəziyyətlər yaşaya bilir. Mən bu yaxınlarda canlı yayınlara da başlamağı düşünürəm vaxtım olduqca. Bu barədə və başqa şuur altı gedən proseslər barədə danışmağı da düşünürəm. Hələlik görüşərik dostlar.